Və elə öncəki dəqiqələrdə xüsusilə də Donald Trump'ın Çinə qarşı tətbiq etdiyi rüsumlardan danışdıq. Bu müstəvidə vəziyyətin gərgin olmasından söz açdıq. Elə sujetimiz də var. Bu münasibətlərdə geri çəkilmə fikrində olmadığını nümayiş etdirir Donald Trump və Trump'ı özündən çıxaran isə Pekinin cavab olaraq Birləşmiş Ştatlar mallarına tətbiq olunan tarifləri bir qədər də artırması olub. O, Çin məhsullarına qarşı ilkin olaraq tarifləri 34% qaldıracağını elan edib. Daha sonra isə Pekin Amerika məhsullarına tarifləri 50%-ə, ardınca 84%-ə qədər artıracağını bildirib. Daha sonra bu rəqəmlər 125%-ə, son məlumatlara görə isə 145%-ə çatdırılıb. Üstəlik, Trump bəzi xarici ölkə məhsullarına yeni tariflərin tətbiqini 90 günlük dondurmağa qərar versə də, Çin bunun xaricində qalıb. Maraqlıdır ki, Birləşmiş Ştatlar və Çin arasında başlayan ticarət savaşından kim qalib çıxacaq? Avropa Birləşmiş Ştatları, daha doğrusu Amerika Birləşmiş Ştatlarının hərəkətləri qarşısında Avropanın reaksiyası necə olacaq? Bu haqda sujetimiz var. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump xarici ölkə məhsullarına tariflərin tətbiqini 90 günlüyünə dondurmağa qərar versə də Çin bunun xaricində qalıb. Atlas Araşdırmalar Mərkəzinin təhlilinə əsasən Trump başqa dövlətlərə güzəştə hazır olsa da Pekinlə sərt dildə danışmaqda davam edəcək. Trump administrasiyasının Çinlə olan ədavəti isə ölkə iqtisadiyyatına böyük zərbə vurur. Statistika şirkət və məhsul baxımından Pekinin Vaşinqtondan asılı olduğunu desə belə, məhsul ixracı və ucuz işçi qüvvəsi Amerika Birləşmiş Ştatları şirkətlərini Çindən asılı hala salıb ki, bu da geniş perspektivdə Vaşinqton üçün kifayət qədər təhlükədir. İki ölkə arasında ticari kəsir Amerikanın əleyhinədir. Amerikanın bir növ belə deyək, ziyanınadır. 295 milyard dollarlıq ticari kəsir var və bu 2024-cü ildə 5,8% artıb. Bu Çin iqtisadiyyatının bu baş verən ticari müharibədə Amerika iqtisadiyyatından asıldığını göstərir. Təbii ki, bu rəqəmlər 2025-ci ildə əgər ticari müharibə səngiməsə kəskin azalacaq və bunun özü də dünya iqtisadiyyatına, dünya iqtisadi artımına mənfi təsir göstərəcək. Trump'ın tətbiq etdiyi tariflərin ağırlığı ölkədə də iş adamlarının milyardlarla pul itirməsinə səbəb olub. Bu da təbii ki, milyarderlərin administrasiyaya qarşı çıxmasına və əl altından etirazçıları dəstəkləməsinə gətirib çıxarır. Birləşmiş Ştatların 50 ştatında 1200-dən çox etiraz aksiyası keçirilməsi kimi kütləvi etirazlar da buna sübut ola bilər. Hətta prezident seçkiləri ərəfəsindən Trump'ın dəstəkçisi olan Elon Musk belə tariflərə qarşı çıxıb. Bütün bunların fonunda görünür Trump hazırki siyasətini maksimum bir il davam etdirə bilər. Çin və ABŞ arasında bu istiqamətdə təbii ki, gömrük və vergi tarifləri istiqamətində bir çox problemlər yaşanacaq. Amma növbəti mərhələdə tərəflər müəyyən dərəcədə orta məxrəcə gələcək. Amma bundan əziyyət çəkən ABŞ şirkətləri təbii ki, ABŞ prezidentinə müəyyən təzyiqlər edəcək. Amma düşünürəm ki, ABŞ prezidenti bir il müddətində bu siyasətini davam etdirmək iqtidarındadır. Amma müəyyən müddətdən sonra təbii ki, Trump Çinə qarşı vergi və gömrük tariflərini də aşağı sala bilər. Birləşmiş Ştatlar və Çin arasında ticarət müharibəsi davam edərkən Vaşinqton Pekini Panama kanalından da sıxışdırıb çıxarmağa çalışır. Panama dövləti Vaşinqtonun təzyiqi qarşısında geri addım ataraq Amerika Birləşmiş Ştatlarının döyüş və dəstək gəmilərinin kanaldan gömrük haqqı ödəmədən keçidinə razılaşıb. Həmçinin Panama kanal ətrafındakı limanları işlədən Çin şirkətləri ilə müqaviləni uzatmayacağını bəyan edib. Bütün bu addımlar isə Çinin qlobal ticarətdəki mövqelərini zəiflətməyə hədəflənib. Buna baxmayaraq, diqqətdə saxlanılmalı bir məqam var ki, Trump'ın həmləsi həm Avropa İttifaqı, həm də Çin arasındakı ticari əlaqələrə, həm də qoca qitənin iqtisadiyyatına böyük zərbə vurur. Doğrudur, Trump xarici ölkə məhsullarına tariflərin tətbiqini 90 günlüyə dondurub. Amma Pekinin qlobal ticarətdə sıxışdırılması Avropa İttifaqının Birləşmiş Ştatlardan uzaqlaşmasına və Çinə yaxınlaşmasına şərait yaradır. Səbəb isə təbii ki, qoca qitədə yerləşən şirkətlərin Vaşinqtona deyil, Pekinin ucuz işçi qüvvəsinə ehtiyac duymasıdır. Birləşmiş Ştatlar üçün hazırda prioritet məsələ Çinlə iqtisadi mübarizənin daha da gücləndirilməsidir. Rusiya və digər ölkələrlə münasibətlərini normallaşdırmağa çalışan Birləşmiş Ştatlar Çinə qarşı iqtisadi mübarizənin effektivliyinin artırılması üçün daha uyğun zəmin formalaşdırmağa çalışır. Bu da təbii ki, daha çox Çinə zərər verir. Çünki
Çinin Birləşmiş Ştatlara ixracatı dəfələrlə çoxdur. Eyni zamanda Birləşmiş Ştatlar Avropa İttifaqına qarşı da təzyiqlərini getdikcə artırır. Bu da ona demək əsas verir ki, yaxın perspektivdə Avropa İttifaqı ilə Çin arasındakı münasibətlər daha da inkişaf edə bilər. Göründüyü kimi Trampın hakimiyyətə gəldikdən sonra atdığı ilk addımlar əhalini sevindirsə də, ardınca gələn təhlükəsi siyasi və iqtisadi oyunları həm ölkə daxilində, həm də xaricdə böyük səs-küyə səbəb olub. Özünə qarşı çıxanlara qarşı hələlik böyük iradə sərgiləyən Trampın irəlidə atacağı addımlar isə maraqla gözlənilir.